Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün size Buzovlan Maşdağa yolunda her bir tərəfi yaşayış olan yerde, yola yaxın ərazidə 131 nömrəli marşrut yolundan 150-200 metr məsafəlikdə şəxsi tikili, yaşayışlı və əşyaları ilə birlikdə satışa çıxan belə bir gözəl həyət evimizi təqdim edəcəm inşallah. Videomuzu sona qədər izləyin. Bütün məlumatları videonun daxilində qeyd olunur. Ev ümumilikdə 3 sot yarım torpaq sahəsindədir. Yerdən 6 daş kürsüdə tikilib. Heç bir zabora bitişiyi yoxdur. Hər bir tərəfindən zaborundan məsafəsi saxlanılaraq tikilib. Qazı, suyu, işığı daimi fasiləsizdir. Evin həyətində də, evin içərisində də sanitar qovşağı yerləşir. Həyətimiz tam daşlarla döşənilib. Bir neçə maşın həyətinə rahatlıqla daxil ola bilər. Beşetqanın içərisində belə bir yay mətbəxi də yığılıb. Evimizin ümumi sahəsi 180 kvadrat metrdir. Hər tərəfindən zaborla geniş məsafəsi var. Sol tərəfdə kombi yeri də var. Dörd bir tərəfdən qoşa daşından tikilmiş evdir. Evdə istilik sistemi kombidir. Bu da evimizin digər tərəfi. İndi isə keçək evin içinə. Evin dəhlizinin girəcəyi və mətbəxi, sanitar qovşağı istipoldan ibarətdir. Məlumatlarını bir daha təkrar edirəm. Buzovlan Maşdağa yolunda 131 nömrəli marşrut yolundan 200 metr məsafəlikdə əşyalar qalır, elektronika götürülür. Yəni gördüyünüz mebellər satış zamanı qalacaq. 3 sot yarımın içində 2 mərtəbə 180 kvadratlıq həyət evidir. Evin sənədi isə bələdiyyənin köhnə sənədlərindən. Qiymət 96.000 manat. Real alıcılarımız olarsa qiymətində də endirimi olunacaq ev sahibi tərəfindən. 4 bir tərəfi qoşadaş, kombisi var. Tam hazır girib yaşaya biləcəyiniz evdir. İkinci mərtəbədə də 2 dənə geniş yataq otağı var. Gördüyünüz mebellər qalacaq satış zamanı. Evlə bağlı əlavə nə sualınız olsa zəng edin, məlumat alın. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.